Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Deməli, ən çox müəllimlərin biraz çətinlik çəkdiyi impuls, enerji saxlanma qanunları bölməsidir. Ona görə də mən əsasən diqqəti bura yönəldirəm, yəni bu bölməyə yönəldirəm ki, sizin orada deməli çətinliyiniz inşallah Allahın köməyini aradan qaldırılsın. Deməli, sual belədir. Üfüqi müstəvidə sükunətdə olan 3,5 kiloqram kütləli cisim daxili partlama nəticəsində 3 parçaya ayrılır. Parçalardan ikisinin kütləsi və hərəkət istiqaməti verilib, üçüncü parçanın sürəti. Deməli, dəyərli müəllimlər, deməli bu ilk impuls, bax bu ilk impuls sıfırdır da. Çünki cisim sükunətdədir. İlk impuls sıfırdırsa, biz bilirik son impuls da sıfır olmalıdır. İmpulsun saxlanma qanununa görə. İndi baxaq. Bax, ikinci cismin impulsuna bax. Aşağı deməli 8 kiloqram vır metr bölünmüş saniyədir. Birinci cismin impulsuna baxaq. Bax, birinci cismin impulsu olacaq P1 bərabərdir MV. 6 kiloqram vır metr böl saniyədir. İndi 1 kiloqram, 2 kiloqram, 3 kiloqram. İndi axı bizim ümumi kütləmiz 3,5 kiloqramdır. Qaldı 0,5. İndi baxaq. 0 yazıram burada 0,5. Deməli 3-cü qəlpənin kütləsi M3 bərabərdir 0,5 kiloqram. İndi biz bilirik ki, ilk impuls 0, da son impuls da 0 olmalıdır. Son impulsun 0 olması üçün dəyərli müəllimlər, bu həmin o 3-cü cisimin bir proyeksiyası bu tərəf olmalıdır. Bir proyeksiyası da bu tərəfi olmalıdır ki, indi niyə görə? İndi deyirsiniz müəllim, niyə görə? Çünki bu toplanan, bax bu birinci cisimin impulsu ilə bunun toplananı bərabər olsun. İkinci cisimin bu toplananı ilə bunun toplananı bərabər olsun. Всё. İndi baxaq. Deməli, onda belə çıxır ki, buna lap deyirəm V, Y, buna deyirəm Vx. Всё. Onda belə çıxır ki, biz nə dedik? Dedik, birinci cisimin impulsu bunun x toplananda bərabər olsun. Yəni 6 bərabər olsun 0,5 Vx-a. Buradan da Vx nəyə bərabər olacaq? 12. Deməli, tapdım burada Vx bərabər 12. Baba, bunu tapdım 12. Metr böl saniyə. Bunu tapdım. İndi ikinci tərəfdən də yazıram ki, 8 nəyə bərabər oldu? Bunun y toplananına. Yəni 0,5 və y-ə. Buradan da y-i tapdım. Deməli, 16. Düzdür? 16. İndi onda buradan belə bir şey aldım. Bax, bu üçüncü cisim üçün belə bir şey aldım. Bax, y toplananı 16'dır. X toplananda 12'dir. Onda bunun ümumi sürəti nə olacaq? Bax, bunların ikisinin kök altda kvadratları cəmi. Bax bu. Kök altda kvadrat. İndi onu tapmaq üçün yazıram bax belə. V bərabərdir kök altda 16'nın kvadratı plus 12'nin kvadratı. 16'nın kvadratı eləyir 256. 12'nin kvadratı eləyir 144. Bu da bərabərdir kök altda 10, 400. Bu da verəcək bizə deməli 20 metr böl saniyə. Deməli, cavab olacaq D variantı. Diqqətinizə görə sağ olun müəllimlər.